İqlim dəyişikliyi qadınlarda xərçəngdən ölüm hallarını artırır. Alimlər müəyyən edib ki, Yaxın Şərq və Şimali Afrikada temperaturun artması qadınlarda süd vəzi, yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçənginin yayılmasını və ölüm hallarını artırır. 1998-2019-cu illər arasında aparılan araşdırmada məlum olub ki, hər 1 dərəcə temperatur artımı 100 min nəfərə 178-280 yeni xərçəng halı və 171-332 ölüm halı əlavə edir. Yumurtalıq xərçəngi üzrə artım ən yüksək, uşaqlıq boynu xərçəngi üzrə isə ən az olub. Xəstəlik və ölüm halları əsasən Qətər, Bəhreyn, Yordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Suriyada daha çox qeydə alınıb. Bu ekstremal istilər və ekoloji risk faktorları ilə əlaqələndirilir. Mütəxəssislər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi ilə mübarizə ilə yanaşı xərçəngin erkən diaqnostikası, davamlı səhiyyə sistemləri və ekoloji toksinlərin azaldılması həyati əhəmiyyət daşıyır.